Sevirsən Allahı? Yoxsa boş iddiada elədiklərin? Əməldə göstərməlisən. Qul in kuntum tuhibbunallah. De ki, siz Allahı sevirsinizsə, mənə tabi olun. Və məsələ Allahın səni sevməsidir. Əgər Allah səni sevərsə, xeyirlərə müvəffəq edəcək. Sənin Allaha itaat etməyə o qədər ehtiyacın var ki, möhtacsan. Allaha möhtacsan. İtaatlərə sənin ehtiyacın var. Təsəvvür elə, həyatı boyunca yaşayır ki, insanlar nə deyəcək buna? Düşüncədə bir dəfə də yoxdur ki, Allah nə deyəcək? Məsələ dünyadakı çağırıldığın adlar deyil. Allah qatında sənin xatırlandığın addır. Hansı adla adlanırsan, çağırılırsan Allah qatında? Məsələ odur. Məqsəd. İnsanların sevgisi olsa sənin qəlbində. Bil ki, qəlb adı kimi insanların qəlbi tez çevriləndir. Bugün yaxşısan, onlar üçün, sabah pissən. Amma Allah qatında belə deyil. Sən, böyük dərdüvü, insanların yanında yaxşı olmaq etmə. Sən dərdüvü Allah səni sevsin et, o zaman Allah insanların qəlbini sənə çevirəcək.